Salam hər kəsə. Bu gün həftənin ikinci günüdür. Yadıma düşdü ki, saçıma təzə bir belə deyim, baxım tətbiq edirəm. Dedim sizə göstərim. Bu arada 3 gündür bu ilıq limonlu suyu səhərlər ac qarnına içirəm. Nəsə özümə təzə rutin belə deyim eləmişəm. Bunu içirəm. Bilmirəm, hər kim nəsə belə qeyri-adi bir faydasını görməmişəm. Yoxlayaq. Ən azı xeyirli olduğu deyilir. Rutin olaraq da Sadet serumdur. TikTokda falan axtarsaq inanılmaz dəhşət, yəni şeyləri var, reviewları var. Mən belə diblərimə tökürəm. Bunu səhərlər edirəm. Daha sonra belə masaj edirəm. Amma çiməndən sonra isə Prialinin spreyini vururam. Bu arada bu yağ da serumdur. Serumdur da məncə. Aha, serumun içində nəsə var. Saçımı belə daha həcmli eləyir. Görürsünüz. Bu da mochidir. Neyse bunu tətbiq edirəm. Hər gün tətbiq eləməyə çalışıram. Dünən məsələn yadımdan çıxmışdı, eləməmişdim. Görün effekti necə olacaq. Düzdür, onsuz da Prialinə görə mənim saç tökülməm xeyli dayanıb. Bir də biatin qəbul edirəm. Onu da neçə gündə yadımdan çıxır qəbul eləmək. Amma effekti var, açılır. Bundan böyle masaj edirəm. Neyse sizə də göstərmək istədim. Bəlkə kiminsə belə deyim, saç tökülməsi falan varsa. Bu daha çox belə deyim, saç uzatma, həm də saç tökülməyə qarşı bəli faydalıdır. Nəysə belə, bunu da sizlə bölüşmək istədim. Mochiyə baxın. Mochi buradan oturub bizə baxır. Həzə atraksiyonu qoymuş o pəncərənin qabağına ki, buradan rahat quşlara baxsın. Bu arada bugün o qədər işim var əslində, evdə olsam da evləri yığışdırmalıyam, paltaları ütləməliyəm. Sonra əslində bugün idman günümdür. İdman eləməliyəm. Və saç dibim çox pis gəlib. Saçlarımı rəngləməliyəm. Bu dəfə istəyirəm Salihdən kömək alım. Çünki arxa tərəfləri görmürəm deyə istəmirəm sarıları zədələyim, açılmış hissəni. Çünki ancaq diblərini eləmək lazımdır. Ola bilsin ki, onun üçün Salihə gözlədim. Və qızlar, bu bir də özümə Dyson sifariş eləmişəm. Aşağı alma gəlməzdi ki, nə vaxt özümə Dyson alacağam. Amma düzə alma gəlməz ki, nə vaxt saçlarımı yenidən düzləşdirərəm. Amma həqiqətən yorulduğum üçün bunu eləmə qərarına gəldim. Məsələn, bu saçlarımı bilmirəm sizə göstərmişəm yoxsa yox, hamam xalatının kəməri ilə vurmuşam. Və mən bunu eləmişəm 5-ci gün. Yəni 6 bazar, 1, 2, 4 gündür bu puruqlar açılmıyor. Və mən deyim ki, nəsə qoruyuram, edirəm, belə də yatıram. Heç saçımı yığmıram, eləmirəm. Açığı çox qəşəngdir. Yəni bu cür belə deyim, istiliksiz buruqlarına mənə gəlməyi. Dyson'da sifariş vermişdim. Nəysə, Dyson çox rahat gəldi mənə, ona görə almaq istədim. Və uyğun qiymətə istədiyim modeli ancaq bir yerdə tapdım. Üstündə də bir dənə hədiyyəsi var gələndə. Bugün gəlməlidir bu arada. Notification gəldi ki, bugün gələcək. Əgər gəlsə, unpacking eləyərik. Hə, bir də bugün mən həkimə gedəcəm. Axırıncı dəfə Mochini Katsitra aparanda qolum çox pis zədələnib. Daha doğrusu sonradan bilmişəm. Nə baxın buna. Ondan sonra Nə yeyirsən? Dırnaqlarını tutmuşuq. Cıza bilmir. Qolum çox pis zədələnib. Tennis elbow deyilən bir şey var. Deyəsən odur. Ağırlıq qaldıra bilmirəm. Məsələn, idman eləyə bilmirəm hal-hazırda. Ona görə bugün həkimə gedəcəm. Məni fizioterapevtə falan yönləndirsin. Belə. Bugünlük bu qədər. Sabah isə çox həyəcanla gözlədiyim Tame Impala konsertinə gedəcəyik. Yəni inana bilmirəm ki, sabah olacaq bu. Sadəcə bir əmma var. Fikirləşdiyim outfit ola bilər ki, fail olsun, nə mənada. Bir dənə tişört sifariş eləmişəm Amazondan Tame Impala. O da sabah gəlir. Təsəvvür edirsə, sabah konserti sabah çatmalıdır. Və mənim də sabah model kursum var. Düşünürəm ki, bəlkə getməyim, evdən qoşulum. Və bir dənə ətək sifariş eləmişdim. O da dar oldu mənə, XS-dir. Ağlımda başqa bir dənə də outfit var, amma təbii ki, istəyərəm Tame Impala tişörtünü geyinim. Hətta o ətəyi geyinməsəm belə başqa bir ətəklə kombinləyə bilərəm. Yəni məndə olan paltarlarla 10 dənə konsertə və festivala gedə bilərik, təbii ki, heç bir şey almadan. Heç nə, əslində şefimi pozmuram. Əvvəl olsaydı çox narahat olardım filan. Düşünürəm ki, gəlsə onu geyinəcəm. Gəlməsə başqa bir dənə paltarım var, filan birdən almışdım qış endirimlərində. Onu qəşəng kombinləyə bilərəm. Səbirsizliklə gözləyirəm konserti. Yəni mənim indiyə qədər ən çox olmaq istədiyim konsert Tame Impala konserti olub. 2022-dən yəni belə deyim, ürəyimdə qalmışdı, gedə bilməmişdim. Və bu dəfə bilet ala bildiyimizə belə deyim, çox sevindim. O qədər çox istəmişəm ki, Tame Impala Berlinə gəlir. Bu bir və konsert zalı evimizin yanındadır. Yəni Uber Arenadadır. Bu da möhtəşəm bir şeydir, çünki bizə çox yaxındır. Nəysə, sabahı səbirsizliklə gözləyirəm. Belə, sizə də kiçik bir update verdim. İndi durub evləri yığışdıracağam. Saat 12-nin yarısı həkim randevum var. Ona qədər bir şeylər eləyim. Ya da birinci paltaları ütüləyim, sonra evləri yığışdırım. Belə, bunları sizə çəkməyəcəm təbii ki. Dyson gəlsə, unpacking eləyərik. Gəlin sizə dibçəklərimi göstəreyim. Bu arada dibçəklərim çox gözəl böyüyübdür biz Bakıdan gələndən. Ancaq burada çox işıq düşür. Bilmirəm görsən yoxsa yox.
Bir dənə bu dipçək quruyub, bilmirəm görsənir. Bu birlər hamısı baxın burada balaca yarpaqlar açıb. Bu çox uzanıb, bu belə değildi. Bu möhtəşəm uzanıb. Buna baxın. Balaca yarpaqları açıb nə qədər. Gövdəsindən belə çıxıb. Sonra bu orxideya təzə yarpaqlar açır. Yəni çox böyüyübdür. Bu dipçək ölmüşdü. Mən bunu yenidən həyata qaytardım. Bildiyiniz həqiqətən ölmüşdü. Salih deyirdi ki, ataq. Mən yəni çox saylı araşdırmanın nəticəsində bu dipçəyə yenidən həyat verdim. Buna baxın. Yarpaqları, bu hamısı təzə yarpaqlar da açılıb. Mən bunları görəndə çox sevinirəm. Burada da belə bir dipçək var, biraz qıraqda qalıbdı. Və bu dipçəyimiz də böyüyübdü həmçinin. Çox gözəldir. Yəni yaşıllığın evə bu qədər belə gözəl ab-hava qatacağı düz ağlıma gəlməzdi. Çox qəşəng, çox belə deyim də, özümü koz hiss eləyirəm evdə. Çox xoşuma gəlir. Heç nə, belə gedim evləri yığışdırım. Daha sonra update-ləşərik. Hələlik. 3 hours later. Mən həkimə getdim, gəldim. Neysə, müalicə yazdı falan. Orada Rozmana girmişdim, bir-iki şey almışam. Gəlin onları sizə göstərim. Belə bir bandana almışam. Bu ipək bandanalar var, yatağına taxmaq üçün. 4-49 aydır. Belə bir şeydir. Bundan istəyirdim onsuz da. Gördüm qiyməti okeydə, aldım. Belə bir ədəd qara kalbutka almışam. Lazım olur. Bunların içində 2 dənə olur və sizə deyim ki, bunlar demək olar süzülmür. Mən keçən dəfə Yaponiyaya gedəndə bunun bej rəngini almışdım. İnarsınız, yəni çox tez geyinmirəm, amma yəni orada xeyli geyinmişəm. Yəni süzülmürlər, əladır. Qulaq çöpü standart. Daha sonra Dabdan belə bir dezodorant aldım. Bunun qoxusu çox qəşəngdir. Mən yaya doğru sprey forması dezodorant istifadə etməyi daha çox xoşlayıram. O biri rulon kimi olanlar sanki çox da istiyə dözümlü deyillər. Qışda falan istifadə etməyi yaxşıdır, amma yayda spreyə keçirəm. Və ən əsas da bunu aldım. Bu Bliss-Kur'un da Night Elixir. Bunu Kerastas'ın bir dənə yağı var. Ona cıq göstərirlər. Mən onu istifadə eləmişəm. Şəklini tapsam bura harasa qoyaram. Həqiqətən gözəldir. Sadəcə qiyməti bahadır. Burada məsələn bu neçə ml? Bu 100 ml-dir. Bunu mən 7.79 almışam. Onun 50 ml-i 50-30 ml səhvləmirəmsə 20 euroyadır ən ucuz halda. Onu istifadə eləmişəm, çox qəşəngdir falan. Dedim bunu da yoxlayım. Deyirlər ki, demək olar eynidir falan. Ona görə alıb yoxlamaq istədim. Nəzərə alsaq ki, saçlarımı da həm də açdırmışam deyə xüsusi baxıma ehtiyacı var. Mən yaxşı baxıram məncə. Ona görə də düşünürəm ki, saçlarım zədələnməyəcək. İndi birazdan saçıma yağ baxımı eləyəcəm. Bir neçə yağ qarışdırmışam. Avokado, kətan toxumu yağı, jojoba, castor oil, bir də argan yağı. Onların hamısını qarışdırmışam. Saçlarımın dibinə gəlməmə şərti ilə uclarını çəkəcəm. Çünki bugün dib boyası eləyəcəm. Həm onu çəkəcəm ki, kraska birdən bu tərəflərə dəysə zərər verməsin, həm də baxım olsun deyə. Daha sonra da çiməndən sonra Olaplex bu No 3 ilə baxım eləyirəm. Belə. Əslində normalda mən saçıma onsuz da baxım eləyirəm deyə məncə saçlarım yaxşı qalır. Saçımı açanda da orada hətta usta demişdi ki, materialı çox yaxşıdır. Maşallah, maşallah. Nəysə, bunu istifadə eləyim, sizinlə də bölüşərəm, deyirəm, bəyənirəm. Belə. Heç nə gəldim, indi ev işlərinə davam eləyəcəm, paltaları ütüləmişəm, qalıb evləri yığışdırmaq. Qızlar, bilin baxaq nə oldu. Dyson'um gəlib. İndi onu birlikdə açacağıq. Korobka biraz çox böyüdü. Qolum da ağrıdığı üçün. Bilmirəm bunu necə qaldıracağam. Bəlkə altına bir şey qoyum. Bir dəqiqə gəlirəm. Gəldim. Bura belə deyim. Altına taburetka qoydum. Gəlin istəyirsə aşağı eləyim görəsiniz. Budur. Gəlin açaq. Belə göstərim. Qablaşması. Buna sonra baxarıq. Dyson buradadır. Çox ağırdır. Bilmirəm necə bunu. Bunu istəyirsə çıxarım, elə açaq, elə birlikdə baxaq. Bu arada saçlarıma maska eləmişəm. Yağ daha doğrusu bayaq demişdim. Elə kakraz bugün saçlarımı yuyacağam. Tam vaxtında gəldi. 5-ci gün sifariş eləmişdim. Hardasa yəni də həftə sonu saymasaq 2 günə gəldi. Qızlar, mənim Dyson'ım. Baxın, belə bir rəngini sifariş eləmişəm. Gəlin açaq, çox heyecanlıyam. Və budur. Açdım axır ki. Məndəki rəngi biraz fərqlidir. Normalda yəni görməmişəm bu rəngindən açığı kimdəsə. Ya da mən bu unpackingi başqa bir otaqda eləyim. Burada biraz
uyğun deyil. Gedib o biri otağa, o biri otaqda açaq davamlı. Düşündüm ki, yaxşı belə açım, çünki başqa cür alınmayacaq. Maraqlıdır, bunun üstündə cızıqlar var. Niyə görəsən? Mənə maraqlı gəldi açığı. Bunun üstündə niyə cızıq olsun? Gələk başlıqlarına. Bu gördüyünüz daraqlı başlığıdır. Bu da digər darağıdır. Gördüyünüz kimi rəngi bordo və qızılıdır məndəkinin. Sadəcə bunu normal açmaq istəyirəm. Gəlin bunu başqa cür açaq. Davam edək. Digər başlıqları. Bu buran başlığı. Bu da yəqin digər buran başlığı. 2 dənə belə başlığı var. Yəni yəqin bilirsiniz. Daha sonra belə bir başlığı. Bu da qurutmaq üçündür, səhv etmirəmsə. Və əsas Dyson'ın özü. Bu necə açılır? Aha, bir də burada belə təmizləmək üçün belə bir şotkası var. Bunu da qoyaq. Əla. Başlığı da belədir. Əlavə belə deyim də, nəsə taxmağa ehtiyac yoxdur. Çünki yadımdadır Leyladan götürəndə başına traynik taxırdıq. Bu yəni səhv etmirəmsə universal başlıq gedir. Yəqin ki, Amerika istehsallarında falan o birisi olur. Bunu mən necə açım? Belə. Nəysə. Və özü də budur. Çox gözəldir. Gəlin məsələn birini taxaq baxaq. Baxın. Oturdu da düzdürmü? Baxın. Gold və bordo olmağını çox bəyəndim. Çox qəşəngdir. Başqa nəsə var? Bilmirəm ki. Burada. Yox məncə. Burada kitabçasıdır. Belə bir kitabçası var. Digər başlıqları da yerdədir. Sadəcə üzərində bəziləri məsələn matdır deyə cızıq kimidir. Bilmirəm niyə. Deməli. Bir də başqa bir şey var idi. Gedim onu da gətirim. Bir dəqiqə gəlirəm. Bir də üzərində belə bir hədiyyə veriblər. Baxın, bu səyahət çantasıdır. Harasa gedəndə çantanın içinə qoyub aparmaq üçün. Mən alanda kampaniya idi. Səyahət çantası üzərində hədiyyə idi. Normalda qiymətinə baxdım. Ayrıca qiyməti 50 evroydu. Mən bu Dyson'ı 465 evroya almışam. Sırf bu rəngi ən ucuz, yəni tapdığım bu qiymətə idi. Normalda 500-dən yuxarıdır qiyməti. Və mən istəyirdim əslində başlığı, birinci Bigo başlığı olanı alım. O Dyson'ın qiyməti, yəni düşmür, 565 evroydu. 100 evro fərqi var idi. Mən də düşündüm ki, onsuz da Bigo başlıqlı fenim var. Bir. İkincisi də ki, mənə olsa bu başlıqlar lazımdır. Uzağı istəsəm gələcəkdə sırf təkcə Bigo başlığını ayrıca ala bilərəm. Yəni hər halda o 100 evro olmayacaq. Hər bir halda belə mənə daha uyguna gəlir və artıq ehtiyacım var idi. Düzləşdirdim deyə. Bu çanta da üstündə hədiyyə görəndə dedim alım onda. Belə, bugün saçlarımı onsuz da yuyacağam, istifadə eləyəcəm. Deyirəm çalışır, heç baxmadım düzü. İndi ona da baxaram. Ona görə korobkasını ehtiyatla açdım, hər ehtimal birdən nəsə olsa geri qaytarmaq üçün. Bunun içəridə belə balaca cibi də var. Belə cibi də var. Maraqlı. Belə, sizlə də bölüşmək istədim. Siz nə düşünürsünüz Dyson haqqında? İstifadə edirsinizmi, bəyənirsinizmi? Rəylərdə fikirlərinizi qeyd eləyin. Saçlarımı üzləşdirəndə siz üçün də yenidən çəkməyə çalışacağam. Hələlik. 3 hours later. Deməli, qızlar, saçımı yudum. İndi qurutma ərəfəsidir. Dedim sizin üçün də video çəkeyim. Dyson'ımla. Birinci saçımı açaq, baxaq. Dib boyalarım necə olub? Düzü mən Olaplex-i çəkmişdim. Burada da güzgü yoxdur. Bir dəqiqə. Bunda ekranı elə balacadır, yəni. Təsəvvür edə bilməzsiniz də, yəni necə balacadır. Saçıma dediyim kimi Olaplex-ləri, serumu və kremi çəkmişdim. İstifadə elədiyim. İstəyirsiniz onları da göstərim sizə. Bu ikisini belə deyim, hər iki tərəfə çəkib, biraz saçımı yığıb saxlamışdım ki, tam olaraq hopsun. İndi yüngülvari saçımı qurudacağam. Bu başlıqdan istifadə edək. Gəlin.
Bu arada dip boyalarım necə olur? Qurusun baxaq. Bilmirəm burada saçımı düz ayırmışam yoxsa yox. Mən gərək özümə güzgü gətirim. Çünki buradan heç nə görmürəm. Qurutmaq üçün bu başlıq var. Bir də başqa bir başlıq var. İstəyirəm onu da yoxlayım. Hani o? Belə bir başlıq da var. Bu da qurutma başlığı gedir, səhv etmirəmsə. Necə taxılır? Taxılmır. Okay. Tərəfdən deyil mi? Mən niyəsə əks tərəf bilirdim. Bu ümumi qurutmaq üçündür, belə başa düşdüm. Mən ən aşağı temperatura qoymuşam. Biraz ortaya qoyaq. Saat ötürürsün. Məncə mən bunu qurudum. Daha sonra davam eləyək. Bu arada dip boyalarım möhtəşəm olub. Sizə deyim ki, salonda mənim dip boyamı tünd eləmişdilər. Mən belə istəyirdim. Burada nə qatmışam? 8 nömrənin yarısını qatmışam. Bir də 9-11 bütöv qatmışam. Və deyim ki, çox gözəl olubdu qızlar. Çox. Buna baxın. Hələ tam qurumuyub. Qurusun, quruyanda daha yaxşı görəcəksiniz. Möhtəşəm olubdu. Mən tapdım bunu. Bundan sonra bu ikisini qarışdırıb qoyacağam. Çox qorxurdum ki, tünd olar filan. Əslində yox. Çox qəşəng olub. Hələ növbəti yuyulmada məncə biraz açılacaq. Nəysə mən bunu qurudum, gəlirəm. Qurudum, gəlirəm dedim. Amma yadıma düşdü ki, Olaplex'in bu spreyini vuracağam. Bu volumizing blow dry mist belə bir şeydir. Gəlin vurun baxaq. Bu qolum ağrıyır. Basa da bilmirəm çox. Bugün ona görə həkimə getmişdim. Nəysə mən belə aralarına biraz vururam. Ayda dip boyum çox qəşəng olub. Tam istədiyim kimi olub. İndi gəlin baxaq. Oops, sorry. Alo. Studiyamıza qısa bir zəng oldu. Davam eləyək. Ya saçım hələ ki qurumuyubdu. Amma həm baxımlar elədim çoxlu. Yağ sürtdüm, neçə saat saxladım. Daha sonra Olaplex maska elədim. Saçım elə qəşəngdir. Çox belə yumşaq. Həm də demirəm, bayaq sürtdüm o serumla kremi. Biraz belə dəsmalda başımda saxladım. Sanki o saçımı elə gözəl elədi. Onu daha sonra da eləyəcəm. Saçı düz istifadə eləməyin ən yaxşı cəhəti odur ki, hamamdan çıxan kimi belə deyim, bir müddət saçımda dəsmal oturub dincələ bilirəm ən azından. Məsələn, buruq istifadə edəndə dərhal saçımı forma verməyə çalışırdım ki, qurumasın. Quruyandan sonra çünki istədiyim kimi olmurdu. Ona görə biraz artıq relaks takıla bilərəm. Qurudum, tamam, mənim saçım gec quruyur. Yəni bunu burada 5 saatla video çəkməyə mənası yoxdur. Qurudum, forma verəndə, air wrap eləyəndə çəkərəm onda sizə. See you. Demək olar qurudu. İndi Gliscrun bu spreyini vuracağım saçıma daramaq üçün. Daha sonra saçımı darayacağım. Bunu taxım sizə. Saçımı daradım. İndi bu protektordan vuracağım qorumaya qarşı. Bu da başlığı çox möhkəmdir. Mikrofonu söndürüm. Çünki fenin səsi olacaq onsuz da. Buna ehtiyac yoxdur. İndi saçımın bir tərəfini air wraplə düzəldəcəm. Onu çəkəcəm. Digər hissəsini yəqin çəkmərəm, çox uzun olmasın deyə. Və mənim hanım bu. Belə klipslərim var. Onlarla sabitləməyi düşünürəm. Okay. Başlayaq bu tərəfdən. Başlıq olaraq bunu test etmək istəyirəm. O birisini yoxlamışdım Leyla mənə verəndə. Bunu yoxlamamışam. Bu maraqlı gəldi. Görə bu necədir. Əks tərəfdə. Yorucuymuş, başa düşmədim. Bir dəqiqə. Okay.
Niyəsə çox da burulmadı. Anlamadım. Bəlkə o biri başlıq daha yaxşı durur. Bu deyəsən daha böyük buruqlar yaradır. Gəlin o birisini yoxlayaq. Sanki o biri daha yaxşı durur. Mənə elə gəlir. Niyə yoxsa? Bütün saçım bitdi. Sabah açanda göstərirəm. Əslində buranı daha qəşəng elədim, nəinki buranı. Bura çox qəribə oldu, bura çox yaxşı oldu, qəribə şəkildə. Yadımdan çox istifadə eləmək, belə deyim. Açanda göstərərəm. Hələlik. The next day. Bu da növbəti gündən saçımı açdım. Formada alındı buruqlarım. Dedim sizə də göstərim. Bu qədər. Vlogu burada sonlandırıram. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.